Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də hər zaman olduğu kimi Şəfalı Həyat sizinlədir və mən sizin həkim diyetoloq Şəfa Yadigarova bugün də sizinləyəm. Amma təbii ki, əli dolu gəlmişəm. Faydalı məsləhətlərimlə, maraqlı qonaqlarımla bugün verilişimiz çox fərqli olacaq. Odur ki, diqqətiniz bizdə olsun. İzləyin, görün bugün nələr olacaq və kimlərdən olacaq. Allah hər birimizin orucunu qəbul etsin və bu müqəddəs Ramazan ayında öz faydalı məsləhətlərimlə yenə də sizinləyəm. Mənə dəfələrlə Instagram səhifəmə yazırsınız ki, necə edək ki, orucluq ayında kilo almayaq, necə imsakımızı tutaq, necə iftarımızı açaq. Yəni bu çox önəmlidir və bugün bir faydalı məsləhətimi çox tez hazırlanan imsak yeməyini sizlə paylaşacağam və hətta bir dənə də sirrim olacaq. Nəyi qəbul edirik iftar zamanı ki, gecə, səhərə kimi bizdə arıqlama prosesi də olsun. Odur ki, diqqətiniz məndə olsun və başlayırıq. Deməli, bunun üçün bizə nə lazımdır? Çox az məhsul, amma çox dadlı və faydalı. Burada götürürük kəsmik, burada götürürük mozzarella pendiri, göstərirəm. Kəsmik mozzarella pendiri. Yağlılığı önəm deyil, seçimini sizə buraxıram. Şüyüd və qara lavaş. Lavaşı özünüzdə hazırlaya bilərsiniz. Hazır vəziyyətdə qara lavaş da ala bilərsiniz. Bunun üçün belə bir dürüm edirik. Dürüm çox sadə və sonra belə deyək, airfryerdə hazırlaya bilərsiniz, sobada hazırlaya bilərsiniz. Sizin zövqünüzə uyğun olur o. Deməli, bunun üçün nə edirik? Əvvəl lavaşı bölürük və içinə belə bir kəsməyi əlavə edirik. Mozzarella pendiri. Ümumiyyətlə, bütün yeməklərə mən mozzarellanı qatıram. Çünki mozzarella ona xüsusi dad verir. Xama, mozzarella və kəsmik. Üçü birində olanda çox möhtəşəm, incə dadı olur və çox, belə deyək də, gözəl olur. İncə, dadlı, faydalı. Baxın, çox sadə bir resept. Mozzarella, kəsmik və xama. Bunları hamısını bir-birinə qarışdırırıq. Artıq bunun içinə özünüz zövqünüzə uyğun zirinç qata bilərsiniz. Üzərinə qara çörək otu səpə bilərsiniz. O sizin zövqünüzə baxır və üzərinə şüyüd doğrayırıq. Artıq dürümlərimiz hazırdır. Bunu iftar zamanı da hətta istifadə edə bilərsiniz. Amma mən bugün imsaka bunu hazırladım. Üzərinə mən xama edəcəm. Artıq bizim imsak yeməyimiz hazırdır. Göstərə bilərəm, bax belə. Bu qəşəng, bax belə. Xama ilə servis eləyib səhər yeməyinizə, imsak yeməyinizdə yeyə bilərsiniz. Keçirik digər reseptimə. Söz verdiyim kimi iftarda və imsakda necə edək ki, yediklərimiz kiloya çevrilməsin. Bunun üçün də nə edir? Kim ki oruç tutur, Allah orucunuzu qəbul etsin, bunu edir iftarda. Kim ki oruç tutmur,
Bunu edir səhər yeməyindən öncə. Məsələn, saat 11-də yeyəcəksə 9-da edir. 9-da yeyəcəksə 8-də edir. Yəni yeməkdən 1-2 saat öncə bunu edirsin. Çox sadə bir reseptdir. Və onu da vurğulayım ki, bunun da bir siri var. Siri də nədir? Məhz burada istifadə edəcəyimiz mütləq laktozsuz süd olmalıdır. Əgər adi süd etsəniz, o effekti almayacaqsınız. Bunun üçün nə istifadə edəcəyik? Biz istifadə edəcəyik çay və istifadə edəcəyik laktozsuz süd. Bunu siz balaca qazançada edə bilərsiniz, dəm çaynikində edə bilərsiniz, bir qabda, yəni sizə nə uyğundursa. Əgər gün ərzində bütün günü bunu etmək istəyirsinizsə, məsələn, dünən çox yeyibsiz, qonaqlıqda olmusunuz, tədbirdə olmusunuz və səhər durmusunuz ki, artıq 3 kilo çəki almışsınız, o zaman bir günlük bunu edə bilərsiniz. 1 litr südə 3 xörək qaşığı həmən bu çaydan əlavə edirsiniz, gün ərzində edirsiniz. Yox, əgər iftar, imsak zamanı etmək istəyirsinizsə, o zaman 1 stəkana kimi, indi mən burada götürdüm artıq bir 300 milli. Və bunun üzərinə elə bizim bu çayımızdan əlavə edəcəyik. Elə çayla da bunu qoyuruq, qəşəng dəm alır. Biraz da töküldü. Burada çox önəmlidir ki, süd qaynar olmalıdır. İstifadə etdiyimiz südü qaynar edirik, sonra tökürük belə bir çaynika qazançıya. Üzərinə də istifadə edirik elə bu çayımızdan. Bu çaydan elə şeyx çayından istifadə edə bilərik. Bir xörək qaşığına kimi əlavə edirik, bunu qoyuruq dəmə. Və bundan öncə də qarışdırırıq. Yenə də vurğulamaq istəyirəm ki, kim ki oruç tutur, bunu imsakdan öncə qəbul edir. Çox gözəl ödəm atıcı effektə malikdir, sidi qovucu effektə malikdir, insanı tox tutur. İftardan öncə. Kim ki adi haldadır, iftarda oruç tutmur, o zaman onlar səhər yeməyindən öncə 1-2 saat qabaq qəbul edirlər. Hətta kimlər ki, dünən çox yeyib və düşünür ki, bu bayram ərəfəsində neynəsin ki, kiloları bədənə yağ şəkildə toplanmasın, onlar nə edirlər? Çox sadə, bir gün ərzində 1 litr südə 3 xörək qaşığı elə bu çaydan əlavə edirlər. Gün ərzində 5 stakan, 5-6 stəkan hər yemək qəbuluna bunları isti vəziyyətdə qəbul edirlər. Artıq bizim belə bir detoks çayımız hazırdır. Bunu qoyursunuz dəmə, süzürsünüz və bunu qəbul edirsiniz. Odur ki, hər birinizə buradan nə arzu edə bilərəm? Allah oruçlarınızı qəbul etsin, Allah dualarınızı qəbul etsin. Hər zamanda hər birinizə buradan şəfalı həyat arzu edirəm. Bugünkü reseptlərim bu qədər. Və indi keçid alırıq mənim əziz qonaqlarıma. Çünki bu günləri bu mətbəxdə gözəl faydalı məsləhətlərimi paylaşdım. Amma təbii ki, şəfalı həyat qonaqsız ola bilməz. Verilişimiz davam edir və mən bugün bizim gözəl qonaqlarımızı təqdim etmək istəyirəm. İlk öncə başlamaq istəyirəm mənim əzizim, dəyərim, dəfələrlə mənim verilişimin qonağı. Amma qonağımla bərabər hər zaman mənim yanımda olan, mənə dəstək olan, onun gözəl kəlamlarıyla, məsləhətlərinlə mən həyatımda addımlar edən, tək mən yox, çox insanlara o belə deyək də, öz o sözlərinlə, kəlamlarına məsləhət verən mənim dəyərim, bizim hər birimizin dəyərimiz, yazıcı, dramaturgumuz bugün Elnura xanım Abdullayeva Şəfalı Həyatın qonağıdır. Buyurun Elnura xanım, xoş gördük. Mən sizi öpüb qucaqlamasam mümkün deyil. Xoş gördük Elnura xanım. Xoş gördük mənim əzizim, Çox sağ olun. mənim dəyərlim. Var Xoş olasınız. gördük. Əslində bilirsən ki, Qarabağdan gələndə birinci sənin yanına Bəli, hər dəfə qaçıram. Xankəndidə birbaşa Şəfalı Həyata gəlirsiniz. Sevə-sevə gəlirəm, çünki mən həqiqətən də səni sevirəm. Tamaşaçılarımız da bilsin ki, bu söz xatirinə olan bir söz deyil. Həqiqətən də illərin dostuyuq. İllərin bir-birimizin ailəsi həmişə demişəm, dəyər verdiyim insanlardan biridir Şafa xanım. Ona görə də sevə-sevə gəlirəm. Çünki sənin ailəni sevirəm. Sənin insanlara olan münasibətini sevirəm. Sənin insanlara qarşı sevgini sevirəm. Çox Həqiqətən də. Səni çox istəyirəm. Buyurun Elnura xanım, Çox sağ olun, əyləşin. təşəkkür Biz edirəm. gözəl bir Nazlı xanımımız. O deyir, 7 oğuldan sonra bir gözəl qız. Bax, elə istəyirəm, bugün verilişimizin qonağı, gözəl musiqisindən, gözəl ifasından bizim verilişimizin qonağı Nazənin xanımı bura dəvət edin. Buyurun Nazənin xanım, gəlin, gəlin. Xoş gördük, necəsiz? Həmişə siz gələsiniz. O 7 oğuldan sonra bir dənə qız. Sual verdim ki, niyə adınız Nazənindir? Dedi, 7 qardaşdan sonra bir qız gəlir. Ürəyim dözmədi. Əvvəlcə dedim, görüşüm ürəyimlə.
bilirsiniz də həsrət qoyub bizə özünü. Bəli, Xankəndidədir, görə Gedib oturuq bilmirik. Xankəndidə. Birbaşa da Şəfalı həyata gəlir. Çox sevindim. İzləyicilərinizi də salamlayıram Çox buradan. sağ olun. Allah sizə can sağlıq versin ki, bizim xanımlarımızı maarifləndirirsiniz, kömək olursunuz. Ən əsası da o zəhərli dərmanlardan ki, uzaq dururlar. Sizin o şəfalı əllərinizlə Çox və sağ o olun. gözəl ürəyinizlə, gözəl məsləhətlərinizlə qidalanırlar. Bunun üçün sizə təşəkkür Çox sağ olun edirəm. Zeynəb xanım, Var sizə olun. təşəkkür edirəm bugün. Çox sağ olun. Verişimizə gəlmisiniz. Gözəl Elnura xanımla, gözəl söhbətlərimizlə, gözəl ifalarımızla Nələr olacaq, nələr? verişimizi davam edək. Keçək Edək. sizin gözəl ifanıza. Elə sosial şəbəkədə çox aktiv olan hal-hazırda çox saylı insanların çoxlu videolar çəkdiyi, paylaşdığı bir mahnı. Mahnını çoxdan oxumuşam, amma maşallah bu gün sosial şəbəkədə aktivdir. Trend olubdur. Zamansız gedişin canımı aldı, beni biçare edip həsrətə saldı. Yığıb hər bir şeyini sen ele gittin, mənə tək qüssə kədər hatirə qaldı. Bu zamansız gedişin canımı aldı, beni biçare edip həsrətə saldı. Yığıb hər bir şeyini sen ele gittin, mənə tək qüssə kədər hatirə qaldı. Axı getsən nədən ətrin alaram mən, nə olar getmək ki sənsiz qalaram mən. Axı getsən nədən ətrin alaram mən, nə olar getmək ki sənsiz qalaram mən. Gəl həddən danışaq, belə ayrılmayaq, bir müddət ötürək, hele son qoymaya. Arada zevkləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülüb qalmaya. Gəl həddən danışaq, belə ayrılmaya, bir müddət ötürək, hele son qoymaya. Arada zevkləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülüb qalmaya. Danışaq dost kimi olsun bu da bəsdir, mənə sənsiz yaşamaq heç dirə bəsdir. Səsini dinləmək çox mu görürsən, o məni məhv eləyən yeganə səsdir. Danışaq dost kimi olsun bu da bəsdir, mənə sənsiz yaşamaq heç dirə bəsdir. Səsini dinləmək çox mu görürsən, o məni məhv eləyən yeganə səsdir. O səsin uğruna mən ömrümü verdim, belə məhrum eləmə tək budur dərdim. O səsin uğruna mən ömrümü verdim, belə məhrum eləmə tək budur dərdim. Gəl həddən danışaq, belə ayrılmayaq, bir müddət ötürək, hele son qoymaya. Arada zevkləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülüb qalmaya. Gəl həddən danışaq, belə ayrılmayaq, bir müddət ötürək, hele son qoymaya. Arada zevkləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülüb qalmaya. Gəl hərdən danışaq, belə ayrılmayaq, bir müddət ötürək, hele son qoymaya.
güləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülü qalmayaq. Gəl həddən danışaq, belə ayrılmayaq, müddət ötürək, hələ son qoymayaq. Arada zəqləşək, görüşək, dərdləşək, danışaq dost kimi amma küsülü qalmayaq. Danışaq dost kimi amma küsülü qalmayaq. Bəh, bəh. Təşəkkür Nə edirəm. gözəl. Heç ayrılmayaq. Nə Heç gözəl. Bu ayrılmayaq. bayramlar gözəl. heç kəs küsülü qalmasın. Amin, Küsüllər amin, barışsın. amin. Sizin Aha, qalır. ad gününüz olub. Biz təbrik edə bilməmişik. Amma bizim bu günləri efirdə çox sürprizlərimiz olacaq. Mənim prodüserim Və- gətirsin. Buyurun, buyurun. Bizim Nazənin Elnur xanımın xanımın da özünün xüsusi hədiyyəsi var Elnura xanımın. Amma bizim də Şəfalı Həyatın hədiyyəsi var. Amma biraz sonra izləyin ha. Görə Nazənin xanım Elnura xanıma nələr Siz hədiyyə özünüz edir. elə hədiyyəsiz də. Hədiyyə bir diqqətdir. Siz Allahın prodüserimin hədiyyəsidir. Ay, çox sağ ol Pərviz, çox sağ ol. Çox sağ ol. Təşəkkür edirəm Pərviz. Səni ürəkdən təbrik Çox sağ ol, edirəm. əzizim, var olasan. Özümə, ailəmə, balalarıma, əzizlərimə nə arzu edirəm, onun 5 qatında artığını sənə arzu sağ ol, edirəm. əzizim, var Yaxşı ki olasan. varmısan. Var Sənə Varmısınız. Bəli, bəli. Bax sənə hər şey yaraşır, gözəlliklər yaraşır. Çox sağ Sən ol. bizim ürəyimizin içisən. Təşəkkür edirəm. Bu hörməti, bu izzəti, bu sevgini sən özün qazanmısan. Çox sağ ol əzizim. Öpürük Var səni. olasınız. Mən də sizi öpürəm. Bu diqqətinizə görə təşəkkür edirəm. Pərviz, sənə də təşəkkür edirəm. Çiçəklər üçün təşəkkür edirəm. Sağ olun. Sağ ol. Siz əyləşin. Bizim də Şəfalı Həyatın da Elnura xanıma xüsusi hədiyyəsi var. Baxmayaraq ki, ad günü bir neçə gün bundan öncə olubdur və özü Bakıda deyildi. Təəssüflər olsun, amma bizim Elnura xanıma hədiyyələrimiz var. Bu Elnura xanıma Çox sağ ol ürəyim. Gözəl Çox sağ ol. çiçəklər. Təşəkkür edirəm Şafacan. Çox sağ ol. Həyatınız hər zaman- Siz özünüz bu çiçəklərdən də gözəlsiniz. Vallahi Elnura billahi. xanım, həyatınız bax belə fərqli. Görürsüz ki, çiçəklər Çox fərqlidir. fərqli. Adi güllər deyil, baxa bilərsiniz. Hamısı fərqli. Çünki özünüz fərqli xanımsınız. Təşəkkür. Rəngləri də, növləri də fərqlidir. Xüsusiyyətləriniz də elədir, xəssiyyətiniz də elədir. Yeri gəlmişkən belə gözəl çiçəklərə görə butik Axundov bağında yerləşən butik mağazasına təşəkkür edirəm. Amma Elnura xanım bunu xüsusi sizə sifariş eləmişdim. Aha. Sizin xəssiyyətinizi, xüsusiyyətlərinizi dedik, sizə uyğun fərqli belə bir buket seçildi. Özünüz də Çox görürsünüz ki, rəngli və çox özəldir. ətirli. Mən rəngləri də gözəldir, ətri də gözəldir. Özünüz də gözəlsiniz, Çox bu sağ gözəl olun. çiçəklər kimi. Təşəkkür Amma edirəm. bu son deyil. Hələ Ay. digər də hədiyyəmiz var. Bəli. Çox İndi sağ ol. əyləşin. İndi gedirəm digər hədiyyəmizi gətirməyə. Çünki əgər ad günüdür, keçmiş də olsa, fərqi nədir? Ad günü nəysiz ola bilməz? Tortsuz. Bəli, amma deyəcəksiniz Şafa xanım dietoloq, necə olur ki tort? Amma sizə bugün bir şok deyəcəm. İlk dəfə Napolyon dietik eşitmişdiniz? Yox. Bax indi bilin ki Şəfalı Həyat servisimizin dietik Napolyonlu da var. İndi gedək onu Elnura xanıma təqdim edək. Bəh, bəh, bəh. Elnura xanım gəlin, gəlin.
niye yazdın? Ömrüm, ömrüm, ömrüm. Senli ömrümden bir ilde öttü. Bugün senin adı günüdür. Ama sen özün benim için Allah'ın en büyük hediyesisin. Ömrüm, ad günün mübarek olsun. Mübarek olsun. Bravo. Ürəkdən təbrik edirəm. Çok sağ olun. Çok Ürəkdən. sağ olun. Məni belə kövrətdiniz. O qədər ürəkdən ömrümü söylədiniz ki, Elnura xanım, siz bilirsiniz ki, sizi hamı sevir və bizim əziz qardaşımız Aras Yaqubov Lənkəran çay kolleksiyasını baxın. Nur çayımız. Bütün Lənkəran çay kolleksiyasını sizin keçmişdə olsa ad günü münasibəti ilə bugün sizə göndərib. Əziz tamaşaçılar, söz verdiyim kimi digər verilişlərdə demişdim ki, bizim artıq yeni rubrikamız olacaq. Sual-cavab rubrikamız və artıq bugündən start veririk. Sualımız nə olacaq? Hər sponsorumuzdan bir sual olacaq və düzgün sualımıza cavab verən insan mənim Instagram səhifəm Diyetolog Şəfa Yadigarova aşağıda gedir. Diyetolog Şəfa Yadigarova Instagram səhifəmə birinci və düzgün sualımıza cavab verən insana bizim sponsorlarımızdan hədiyyə düşəcək və gəlib o hədiyyələrimizi elə bizim studiyamızda canlı-canlı alacaqsınız. Birinci sual Lənkəran çayından. Hansı çayın tərkibində zəfəran var? Düzgün cavab versəniz, hədiyyəvizi bizdən alacaqsınız. İndi isə keçid alırıq ikinci sualımıza. Azərsüdün neçə pendir çeşidi var? Yəni növü var. Düzgün cavab versəniz, mənim Diyetolog Şəfa Yadigarova Instagram səhifəmə yazırsınız və hədiyyəni Azərsüddən alırsınız. İndi isə keçid alırıq üçüncü sualımıza. Evita Gözəllik Mərkəzindən. Evita Gözəllik Mərkəzi Bakının hansı ərazisində ünvan olaraq yerləşir? Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Artıq reklamlardan qayıtdıq və reklam vaxtımızı səmərəli keçirdi. Neynədik? Bizim şəfalı Napoleon tortumuzu kəsdik də, yedik də. Bəli, dözə bilmədik. O qədər dadlıydı ki, nuş olsun. Həqiqi çox dadlıdır. çox dadlıdır. Əllərinizə sağlıq. Həqiqətən də mükəmməl, bir gözəl həqiqətən. Nuş olsun. O sizin ürəkləriniz hər zaman belə şirin olsun. Sözləriniz hər zaman şirin olsun. Onu da nəzərinizə çatdırım ki, bu günləri gördünüz ki, çox fərqli bir efirimiz oldu. Gözəl tortumuz, çiçəklərimiz, nə bilim, hədiyyələrimiz, gözəl ifalarımız. Nazənin xanım da gözəl ifasıyla o sevgisini etiraf elədi Elnura xanıma. Elnura xanım, mən bilirsiniz hansı məqamı istəyirəm toxumaq? O, mənim ən zəif belə məqamımdır ki, insan var ki, olduğu kimi görsənir. İnsan var ki, göründüyü kimi olur. Mən istəyirəm o insanlar haqqında danışım, hansı ki, olduğu kimi görsənsinlər, göründüyü kimi olmasınlar. Həqiqətən də indiki niyə bu verilişə gələndə sevə-sevə gəlirəm. Çünki bu verilişin özünün, indi biz doğmayıq, yaxınıq, bu başqa bir məsələdir. Amma siz mənim üçün həmişə necə varsınız, o cürdə görünürsünüz. Yəni, mənim üçün həqiqətən elə insanlar tam fərqli bir insanlardır. Bu verilişində bəlkə də özəlliyi, bəlkə də gözəlliyi, bəlkə də o səmimiyyəti, doğmalığı ondan irəli gəlir ki, verilişin aparıcısı o müsbət enerjini insana verə bilir. Necə varsan, həyatda da, evdə də, dostluqda da, bax, o cürsən. Mən, bu, indiki düzdür, vaxtda belə insanlar çox azdır. Yəni, mən onlara, belə deyim də, o dondan dona girən insanlar var. Nə yaxşı ki, mənim ətrafımda elələri yoxdur. Nə yaxşı ki, mənim doğmalarım, bu günlərim Nazənin xanımdır, sizsiz. Hətta məni xəbər verdilər ki, mənim sevdiyim bir insan da gəlib bura, mənim çox sevdiyim. Bəli, artıq biz studiyada, bugün burada, bütün komandamızla bərabər. Görünməsələrdə, amma bilirik ki, izləyirlər, baxırlar. Bizə hər kəsin ehtiyacı var. Mən istəyirəm ki, bax, bu dəqiqə bizi insanlar izləyir. Və elə insan var ki,
həyatdan belə deyək də, artıq belə deyim, küsən də var, həyatından razı olan da var, həyatını qınayan da var, digər insanları qınaq edən də insanlar var. Belə deyək, yaxşılığı görməyib, amma pisliyi görənlər var. Bəli, bəli. Amma mən hər zaman deyirəm ki, insan insanlarda yaxşı tərəfi görməlidir ki, onun qarşısına yaxşı insanlar çıxsın. Doğrudur. İnsan insanlara yaxşılıq etməlidir ki, onun birə yüzü qabağına çıxsın. Doğrudur. Düzdür, hər insanın gərgin vaxtı da olur, mənim də olur, sizin də olur, sizin Bəli, də. bəli. Yəni bu hamıda var. Yəni burada deyək ki, yox, mən hər zaman pozitivəm, bəli, gərgin. Amma baxır ki, o situasiyaya necə baxırsınız? Mən istəyirəm bir yazıcı kimi, dramaturq kimi, sizin gözəl hətta tamaşalarınızda da iştirak etmişəm. Mənim tamaşalarıma baxmısınız, bəli. Bəli, ağlamışam. İndi danışsam doğrudan o haqda danışsaq ağlayacağam. Amma bax, siz insanlarla bizim ağbirçəyimiz kimi, belə bir savadlımız kimi, ziyalımız kimi insanlara nə deyərdiniz? Elə bir mühitə düşəndə, elə bir situasiyaya düşəndə necə o vəziyyətdən çıxsınlar? Bilirsiniz necədir? Mən həmişə evlatlarıma da deyirəm ki, bir səbr eləməyi, bir də kiminsə haqqına girməyin. Bax, bu şeyləri Allah da bizə bağışlamır. Mən həmişə səbrli olmağı və bir də kiminsə haqqına girməyi. Bilirsiniz, insanın özünün vicdanı olursa, mən heç vaxt başqasının haqqına girə bilmərəm. Bir sevmədiyim insanda olanda belə deyirəm, yox, onun bax, filan şeyləri bu cürdür. Yəni, onun haqqına girmirəm. Allah onu bağışlamır. Çalışıram ki, ətrafımda da həmişə insanlara az da olsa sevgimi verim. Gözəl söylədiniz ki, hər birimizin bir çətinliyimiz olub. Sizdə də, məndə də, Naziyənin xanımda da bölüşmüşük. Amma bir xanım kimi, bir ana kimi, bir nənə kimi həmişə demişəm ki, ailənizi qoruyun. Çalışın ki, hər şeyi əldə eləmək olar. Amma elə şeylər var ki, onu sən özün qazanırsan və özün əldə edirsən. Yəni, sənə verilə bilər, 100 titul saya bilərsən burada. Amma o 100 titulun özündən başqa sənin qazandığın bir şey var. O nədir? Sənin şərəfin. Sənin əxlaqın, sənin ailə dəyərlərin, sənin insanlara münasibətin. Dəfələrlə söyləmişəm, evin olmağı ailə demək deyil, yuva olmalıdır. Ev yox, yuva. İnsanın yuvası varsa, demək onun içində ailəsi var. Qıraqdan baxa bilərsən, çox gözəl, çox mükəmməl, çox hündür bir ev var. Amma o evin içindəkilər kimdir? O evdə yuva varmı? Bax, önəmli olan bunlardır. Elnurə xanım müdrik xanımdır da, bunu hamımız bilirik. Elnurə xanım bir sözü mənə o qədər həyatımda dönüş yaradıb. İnanın, hərdən səbirsizlik eləyirəm, bir sözü var, deyəcəm. Deyir, Naziyyə, heç vaxt savadsız, cahil, axmaq insanlara baş qoşma. Səndir onlara baş qoşsan həyatda həm hörmətini uduzacaqsan, həm ismətini uduzacaqsan. O söz mənə o qədər toxunub, o qədər o sözü özümkiləşdirmişəm və təşəkkür eləyirəm Elnurə xanıma. Səmimi deyirəm, hərdən səbirsiz oluram, haqsızlığa dözəmirəm də. Deyirəm, yox, mən çıxıb filan kəsin cavabını verməliyəm. Susduqca da elə bilirlər ki, qarşı tərəf haqlıdır. Deyir Naziyyə xanım, sən ol. Sən görməzdən gəl, sən baş qoşsan elə insanlara, nə olar axırı? Ümumiyyətlə, bir söz deyim sizə, ağıllı insanlar heç vaxt öndə dayanmırlar. Ağılsız insanlar öndə dayanır ki, hamı onu görsün. Bəli. Ağıllı insanlar kənarda dayanır ki, hər kəsi görsün. Mən isə deyirəm ki, siz hər zaman kənarda dayanın, hər kəsi görün. Qarşıya çıxıb, mən, bu deməklə deyil. Çünki ağılsızlar qabaqda dayanacaq ki, hər kəs onu görsün. Amma şərt bizim görməyimizdir. Biz nəyi görmək istəyiriksə, onu görəcəyik. Ona görə də, əzizim, yaxşı ki, aramızda belə gözəl insanlar var və sizə də mən təşəkkür edirəm ki, mənə bu qədər dəyər verirsiniz, dəyərləndirirsiniz. Bu sizin özünüzün dəyərinizdən xəbər verir. Belə deyim də, bir qurumuş ağacda bir yaşıl yarpaq görən gözlərdir bu gözlər. Yəni, insanlar var ki, baxır, deyir ki, onun harası gözəldir, amma mən ona onun bucağından baxmıram, onun pəncərəsindən baxmıram. Mənim özümün baxış bucağım var. Elnur xanım, görün siz nə qədər həyatda
xoşbəxt bir insansınız. Doğrudan da bir insanı bu qədər insanlar ürəkdən belə də təmənnasız sadəcə olaraq siz Elnura xanım olduğuna görə sevirlərsə doğrudan da bu çox önəmlidir və doğrudan da mən hesab edirəm ki, biz hər birimiz bugün şanslıyıq. Çünki sevilən insanın sevgisi özündə də artır. Əgər bizi sevirlərsə, biz o sevgini paylaşa bilirik ki, nə xoşbəxtlik. Hal-hazırda bizi minlərlə insanlar izləyir və Nazənin xanımın da pərəstişkarları, Elnura xanımın da pərəstişkarları, Şəfalı Həyat verilişinin də pərəstişkarları çoxdur, bilirəm. Hətta mən harasa gedəndə bir bölgələrimizdə bizim Şəfalı Həyat klubumuz da var, turlar edirik. Biz harasa gedəndə də kimsə bizi tanıyanda məni necə tanıyırlar sizcə? Şəfalı Həyatla. Demirlər dietolog Şəfa Yadigarova, deyirlər Şəfalı Həyat. İnanırsınız ki, bu mənim üçün nə qədər şərəfdir ki, mənim verilişimə, mənim yoxdur, hətta üzr istəyirəm, bizim verilişimizə baxırlar və insanlar oradan yaxşı sözlər, yaxşı kəlamla maariflənirlər. Bizim məqsəd, bu günləri mən burada nəyi paylaşdım? İftara insan necə qidalanmalıdır, imsaqda nələr etməlidir. Bugün dietik belə bir tort yedik, gözəl o çiçəklər, görün studiyamıza necə gözəl bir rəng qatır. Gözəl çiçəklər insanın ruhunu təzələyir. Çünki hal-hazırda nədir? Yazdır. Yazda nələr? Ağaçlar çiçəkləyir, güllər çiçəkləyir, günəş çıxır. İnsan yaşamaq istəyir. Yaz mən üçün bayram. Qadınlar günü istəyər, Noruz bayramı istəyər, bizim çərşənbələrimiz. Fərqi yoxdur. Yazın hər günü bayramdır. Torpaq oyanır, canlanır. Bu artıq biz üçün böyük bir bayramdır. Doğrudur və çox gözəl bir ərəfədə də burada olduq. İnşallah bu dəfə gedib gələndə tez-tez gələcəm. İnşallah bir dəfə də Cənub elinə tur eləyək, inşallah. Mütləq, etmək fikrimiz var. Buradan salamlarımı göndərirəm Cənub elimizə. Bütün cənubluları salamlayıram. Elə Yeri Lənkəran mahnısı oxuyacağam. Mütləq bugün verilişimizin sonunda Nazənin xanımdan Lənkəran mahnısını buradan Araz qardaşımızı da salamlayırıq. Hamımız onu salamlayır buradan. Çayından içib faydalanırıq. Bəli. Onu da nəzərdə çatdırım ki, təəssüflər olsun Elnura xanım. Doğrudan da hər dəfə bir qonağım gələndə, veriliş sona çatanda elə bir ki, belə deyək də, keyfim pozulur. Fikirləşəm, nə tez bitdi, deyəcəyim çox, danışacağımız çox. Amma bugün verilişimiz doğrudan da əsl dostluğa dəyər vermək. Dəyərlərə dəyər vermək, ailəyə dəyər vermək, evlada dəyər vermək, sevdiyiniz insanlara, fərqi yoxdur, sizin ailəviz də ola bilər, digər insanlar da ola bilər. Mənim klubumun iştirakçıları var, 200-dən çox iştirakçı var, amma hər birini ayrı-ayrılıqda sevirəm. Elə geri gəlmişkən buradan bütün Şəfalı Həyat klubunun iştirakçılarını salamlayıram. Hər zaman mənimləsiz, hər zaman da mənimlə olmağınızı sizdən rica edirəm, çünki yaxşı ki varsınız. Amma bugün biz burada dost dəyərləri, insani dəyərlər, qadın dəyərləri, ailə dəyərləri, ana dəyərləri, qadın dəyərləri haqqında danışdıq və düşünürəm ki, doğrudan da bizə baxarkən insanlar özlərinə kiçik də olsa, bu qədər, zərrə qədər özlərinə o bir maarifləndirici, ibrət götürürlərsə, artıq bizim efirimiz doğrudan da öz faydasını gətirir. Mən istəyərdim bugün verilişimizin sonunda təşəkkürlərim var. Birinci növbədə Evita Gözəllik Mərkəzində çalışan Şəhla xanıma təşəkkür etmək istəyirəm. Bugünkü make-up'ıma görə mən çox bəyənirəm əziz xanımlar, sizə də məsləhət görürəm. Və bugünkü saç düzümümə görə Evita Gözəllik Mərkəzində çalışan Sayalı xanıma da dərin təşəkkürümü bildirmək istəyirəm. Əllərinizə sağlıq. Nur Mobilya Mebel mağazasına təşəkkür etmək istəyirəm. Hal-hazırda yaz mövsümündə orada böyük bir indirim aksiyaları start verib. Odur ki, mənim əzizlərim, siz də yararlanın. Çox gözəl. Biz də sizə təşəkkür edirik. Çox sağ olun. Yaxşı ki varsınız. Yaxşı ki hələ ki belə insanlarımız var ki, ürəklə oturursan, həm söhbət ola bilirsən. Adamlar var, Elnura xanım elə gözəl dedi. Onların yanında 10 dəqiqə oturmaq istəmirsən. Artıq auralarından hiss olunur ki. Hər zaman Allah bizi gözəl insanların əhatəsində etməyə imkan versin. O necə yolları mən hər zaman deyirəm ki, mən dualarımda bir söz deyirəm. Deyirəm, Allahım, onu da deyim. Allahım, məni sevən insanların bütün yollarını açıq elə. Məni sevən insanların ruzilərini o qədər bərəkətli elə ki, onların keyfləri o qədər yaxşı olsun.
o yolları o qədər açıq olsun. Onlar mənim yanıma gələ bilsinlər. Və ona görə də hər bir bizə buradan onu deyirəm ki, Allah hər zaman yolunuzu açıq eləsin. Hər zaman Allah şəfanızı versin. Hər zaman da ətrafınızda belə gözəl, şəfalı insanlar olsun. Şəfa tək sağlamlıq deyil. Şəfa buradadır. Şəfa da bizim ətrafımızdadır. Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.